Hamını salamlayıram. Sizinlə əlaqə saxlayırıq Sistem, Guru, Markets. Korporasiya haqqında ümumi məlumatla başlayaq. Aşağıda hər bir parametri daha ətraflı öyrənək. Tələb olunarsa, videonu dayandırmaq mümkündür. Tədqiq olunan təşkilatın hər bir göstəricisine daha diqqətlə baxmağı təklif edirik. İndi isə şirkətin əsas göstəricilərinə baxaq. Mastercard Incorporated, ticker, MA. Bu baxış 25 iyun 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Mastercard Incorporated alt kateqoriyaya aiddir. Payments qiymətləndirmədə 48 təşkilat iştirak edir. Sözü gedən şirkət üçün nəticə belədir. Mənfi 10 baldan 2,5 bal. Alt kateqoriya üzrə orta bal 0,6 baldır. Geniş baxsanız, ümumi olaraq ABŞ birjası çərçivəsində. Bütövlükdə bazar üzrə orta reytingin 1,8 bal olduğunu görürük. Mənfi reytingə qarşı 2,5 bal Mastercard Incorporated. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Mastercard Incorporated və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük Mastercard Incorporated 23,2% dinamika nümayiş etdirib. 26,2% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Korporasiyanın bazar kapitallaşması Mastercard Incorporated 506,23 milyard dollar təşkil edir. Alt kateqoriyanın kapitallaşması isə 1746 milyard dollardır. Şirkətin balans dəyəri 6,59 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 178 milyard dollardır. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Mastercard Incorporated alt kateqoriyada birja dəyəri qiymətləndirilərkən %28,987. Balans dəyərinin kapitallaşması 3,708% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Şirkətin borcları 18,586 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 282%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri reytingi, çox pis, mənfi 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 38,5-dir. Alt kateqoriya üzrə orta göstərici 30,6-dır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar qiymətinin mənfəət nisbətinin qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Son 12 ayda mənfəət 13,142 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 16,898 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 17,4-dür. Alt kateqoriya üzrə orta göstərici 6,7-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi, PIS, mənfi 1 bal. Son 12 ayda gəlir 29,50 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir ilkin olaraq 35,51 milyard dollardır. Gözlənilən gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Satış marjası 45,2%, alt kateqoriya üzrə orta hesabla 21,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin fəaliyyəti ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal.
Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 8,6% təşkil edir. Bu, bazar kapitallaşma payından 237% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $14,342 min. Alt kateqoriyada isə $4,260 min var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $372,3 min. Alt kateqoriyada orta $139,2 min. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı 0,5 bal. Şirkətin hər bir işçiyə düşən gəlir payı $823,000. Alt kateqoriyada $635 min. Alt kateqoriya ilə müqayisədə bir işçiyə düşən satış balı, yaxşı 0,5 bal. Qısaldılmış səhmlərin sayı 0,8%, alt kateqoriya üzrə orta göstərici isə 1,7%-dir. Göstərici rəası 14 şirkət üçün %46 səviyyəsini göstərir Mastercard Incorporated. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14, təxminən 51%-ə bərabərdir. Şirkətin cari səhmlərinin dəyəri təxminən $558. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $627. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdə. Sifariş cədvəlində cari mövsümdə məlumat və arayış sistemi tərəfindən ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Mastercard Incorporated. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Sifariş açmayın, çünki bu video icmaldır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.